Salam mənim əzizlərim, hər birinizi səhifəmdə xoş gördüm. Bugün sizə bol beşamel soslu, içi toyuq soteli boğçalar hazırladım. Yanında şəhriyəli plovla servis edə bilərsiniz. Uzaqdan çox çətin görünsə də hazırlanması çox asandır. Əvvəlcə soğanımızı qovurub, üstünə toyuqlarımızı, biberlərimizi əlavə edirik. Biraz qovurulduqdan sonra tomat pastasını və zövqə görə ədviyyatları əlavə edirik. Yeməyin ləzzətli olmasının ən önəmli ünsürü beşamel sosuna keçirik. Burada ən önəmli qayda un qovurulduqdan sonra südü yavaş-yavaş əlavə edirik və çırpıcı ilə qarışdırmağa davam edirik ki, içərisində topaqlar qalmasın. Duz və istiotumuza qatdıqdan sonra biraz daha qarışdırırıq və beşamel sosumuz hazırdır. Və bu arada boğçamızın içliyi olan toyuq soteni bişdikdən sonra kənara alırıq ki, biraz soğusun. Boğçamız üçün krep xəmiri hazırlamağa keçək. Kreplərin ideal çıxması üçün mütləq yanmaz və yapışmaz krep tavası lazımdır bizə. Boğçaların dayanıqlı olması və şəklini itirməməsi üçün kreplərimizi biraz qalın edirik. Yəni, adi blinçik üçün düzəltdiyimiz xəmirdən biraz daha qalın. Kreplərin içinə əvvəlcə beşamel sosu töküb, üzərinə də hazırladığımız toyuq soteni tökürük. Sonra boğça şəklində qatlayıb borcam qabına alırıq. Üzərinə qalan beşamel sosundan əlavə edib rəndelənmiş mozzarella səpirik. Və bu möhtəşəm yeməyimizi əvvəlcədən 180 dərəcədə isidilmiş sobamıza qoyuruq. Üzəri qızarana qədər bişiririk. Və budur möhtəşəm dad, möhtəşəm görüntü. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun.